Məncə qızın daha çox müalicəyə də ehtiyacı var. Qızın da. Yox, tək danışıq deyil. Oğlanın müayinəsini... Burun boğazında da var anginası qızın. Yox. Bir də laqapedə ehtiyacı var. Zar mənim, o məndə olan sənəd, keçən dəfə mən baxdığım sənəddə... Ana olaraq sən özün niyə uşağı laqapet aparmırdın? Niyə aparmırdın? Çünki özün çıxır gedirdin 40 gün, 50 gün, orada nə inirdin? Uşağı oğlumu əməliyyat elətdirəndə... Nənənin boynuna çıxıb gəlirdin. Onda deyirsən laqapet lazım. Oğlumu əməliyyat elətdirəndə dedim ki, qızımı da gətir əməliyyat elətdirim, gətirmədi yanıma. Götürəcəyik, uşaqları ikisini də götürürük də, hə? Zar mənim, ikisini də götürürük, amma mən yenə də deyirəm, oğlanın müayinələrinə mən baxdım, bir il bundan əvvəl olunan müayinə. Oğlanda ciddi problemlər var. Açın qulağınızı eşidin. Yəni, siz onu vaxtında müdaxilə olunmasa, müalicə olunmasa, onda ciddi psixi dəyişikliklər olacaq. Körpəlikdən müalicə almadı, ona görə o vəziyyətə qaldı. Biz onların müalicələrini öz üstümüzə götürürük. Allah sizdən də razı olsun. Sonra gedib bizdən də şikayət verərsiniz ki, sağ olsunlar, bizim balalarımıza niyə müalicə elətdirdilər? Yaxşı oldu balalarımız. Nənəsi biraz da qəşəng döysün. Götür, gəl, de oradan əyləş elə, qaynanan yanı. Keçmiş qaynanan, orada otura bilərsən? Nədən qorxsan? Yaxşı sən Allah, döyülərəm. Deyirəm ki, ged otur orada belə, mən sonra döyülərəm. Evdə döyülərsən, o evdə. Gedəcəyin evdə döyülə bilərsən. Evdən rahatam, narahatçılığım olsaydı burada olmazdım. Ona görə orada otursam icazənizlə, bəli. Harda ürəyin istəyir orada otur, söhbət ondan getmir. Hər zaman valideynlərin belə mübahisəsinə görə övladlar əziyyət çəkir. Baxın, uşaqlar müalicədən yayınıblar. Uşaqlar psixoloji sarsıntı keçiriblər. Və düzgün müalicəyə getməyiblər. Bəli, çünki bilirsiniz, bir dəqiqə gözləyin zaten, mən sözümü tamamlayayım. Çünki bunlar valideynlər arasında valideynlər arasında mübahisə olur və uşaqlar əziyyət çəkir. Uşaqlar təhsildən yayınır, uşaqlar müalicələrindən yayınır, uşaqlar psixoloji duruma düşür. Bax, göz qabağındadır. Hətta buradan mən səslənirəm ki, valideynlər aranızda nə mübahisə varsa öz aranızda həll edin, övladlarımız əziyyət çəkməsin. Mən də bununla bağlı atasına demişəm ki, uşaq qoy qalsın yanımda, uşağa baxım, ancaq istədiyin vaxtı gör. Ancaq özü şərait yaradır bu münasibətlərin yaranmağına. Nuraniyə xanım, sizdə də çox səhvlər var və səhlənkarlıqlar var. Siz övladlarınızı qoyub getmişsiniz. Nə olur olsun, heç bir ana... Sən neçə ay getdin? Neçə ay getdin Türkiyəyə? 40 günlük getmişdim, o da müalicədən ötürü. Nə müalicə olmağa getmişsin? Ginekolojim. Azərbaycanda həkim mi yoxdur? Başına dönüm. İndi birazdan biri gələcək, natiq bir təsir olmadı. Nə? Xanım, hansı ginekoloji müalicə 40 gün çəkir? Aldığın müalicələrin kağızları varmı? Bura gətirməmişəm. Varmı? Xanım, əməliyyat olunmusunuz siz? Axtarıb baxaram. Sualım sizədir, xanım. Siz əməliyyat olunmusunuz ginekoloji? Xeyr. 40 gün hansı müayinə və yaxud ki, müalicə ambulator şəraitdə, yəni 40 gün hansı çəkir ki? 40 gün yox, 40 gün yəni getmişdim Türkiyəyə, orada müalicə almışam. Yəni orada sən həm Türkiyəyə getmişdin, amma həm də müalicə almısan da, belə deyək. Nə məqsədlə getmişdin? İşləməyə mi getmişdin? Xeyr, mənim işləmirəm mən. Bəs nəyə getmişdin ora? Ailə mi qurmaq istəyirdin? Sənin orada sığortan yoxdur. Sən necə orada müalicə ala bilərsən qızım? Bilirsən, sözü danışanda... Həkimə görsənmək üçün. İstə həkimə gedə bilməzsən. Nə qədər xərcin çıxdı təxminən? Hansı klinikaydı? Mən üzr istəyirəm Kübra xanım. Hansı klinikaydı? $1000 verdim. Bax, mən şey olanda, 12 gündən qabaq. Mikrofona danışdın mı? Yox, istəmirəm. Ha, tamam o zaman. $11.000 mən ev satdım verdim. Sən necə gedə bilərsən? Qızım, Nuranə, nə müayinələrindən keçdin orada? Yəni, adı nə idi müayinələrin? Mən getmişdim, o qədər. Burada yalan yoxdur, qızım. Bilirsən niyə söhbət ondan gedir? Mən bu şeyin üstünə... Bax, özü desin, necə onu incidirəm. Ona görə çıxıb getmişdim. Gəlir, münaqişə salır. Yəni, müalicəyə getməmişdin də, o gəldiyinə görə getmişdin. Bir səbəb də o idi. Yox, Nuranə, qulaq as, mənə əzizim. Bax, Əlizadənin gəldi... Səbəbi Əlizadə oldu. Ay qardaş, bugün mən danışmadım, heç.
Bəli, mən. Heç kimdə vezin Zar, o soğurursan. Biraz sən istirahət elə də qurban. Yaxşı. Yo, nəyə demək baxıram istəyirəm? ki, Deyir ki, Əlizadənin tam əlindən danışma. çıxıb getmişdim. Əlizadənin əlindən çıxıb getmişdim başqa bir kəndə, başqa bir rayona Oğlan gedərdim. çəkmir. Evlənsə Hara belə, getsin, ora gəl. Zaur, evlənsə belə bu oğlan hər gün oradadır. Niyə oradayam? Vaxtlarına görə Özüm ki, özümə baxın. sual verirəm Zahir müəllim. Niyə buradayam? ora getmə, Mən də onun sən cavabını oğlum. özümdən deyir, özüm deyim də. Mən Əlzadə, mən sənə gedirəm. bir şey deyim. Sən bu uşaqları götürüb özün saxlamaq istəyirsən? Mən uşaqların ən çox anada qalmağını istəyirəm, amma belə təhqir olularaq, döyülərək yox. Normal Aha. qaydada. Ona görə də Əlzadə. bəli. Götürüb özüm də saxlamayacaq, mən saxlayacağam. Çünki saxlamır. Hə, yəni sən uşaqları almırsan anadan. Mən ona görə gəlmişəm. Bəli, fikrim odur. Amma Məhkəməyə eləmə. vermişik. Tamam, işimiz apellyasiyadadır. Amma Məhkəmə qərarı ilə olacaqsa, alacam. Olmayacaqsa, Nuranə xanım burada olacaq. Respublikamızın harasında olsa mən o uşaqların yanında olacam. Nuranə xanımın yox. Hörmətli ekspertlər, mən Nuranə xanım adlı bir şey yoxdur, bir insan yoxdur. Biz boşanmışıq. Çox üzr istəyirəm. Qutarım belə. O mənə ehtiyac deyil. İnşallah bundan Mənə sonra əl çəkərsən. Bundan sonra deyirəm, İnşallah. harda olsa. Yox ay qardaş, deyirsən boşanmışıq, amma deyirsən ayrı ev alıb, getsin mən aldığım evdə yaşasın balalarımla, anasını da yaxın buraxmasın. Sənin o xanımla nə işin var boşanmısansa? Hə. Mikrofona, mikrofona. Övladlarına görə eləyir də. Övladlar işgəncəyə məruz qalır. Övladlarına görə eləyir. Ay Gülnar xanım, Nənənin yanında uşaq uşaq gəlməmişik, qurban sizə olaram. Məni istəməyən kişi mənə deməz ki, ömür boyu ki, balalarıma görə sənə ayrı ev alım. Siz də danışırsınız. Neynəməliyik bəs? Ay Uşaqlar Allah, o qədər görməyiblər ki, belə şey. Niyə? Normal. Belə şey o qədər görməmisiniz ki? Övladlarına sahib Qəribə çıxır da. gəlir də. Yəni ki, bir kişi boşanandan sonra boşandığı xanımına ev almaq istəyir ki, balaları qalsın onun içərisində. Burada nə var ki? Azərbaycan kişi kimi Amma hansı şərtlə deyir anası da Sağ yanına müəllim, o istəyir ki, gəlməsin. məhkəmələr ləğv olunsun və nəticələr ləğv olunsun və istəyir ki, alimenti ödəməsin deyə bunlar baş verir hamısı. Alimenti ödəmək istəməyən adam deyərmi ki, xanımımda qalsın, uşaqlar uşağım şiddət görməsin? Vallahi da. alimentlə Adam deyir ki, balalarım orada qalsın, amma şiddət görməsin. Şiddət görməsin, mən şiddətin əksinəyəm. Mən istəmirəm şiddət alimentlə görməsin. bağlı əlində qəbzlər var. Ödəniş eləyibdir. Sən ay nənə. Vaxtında ödəniş Ay olunubdur. nənə. Sən bir dənə cavab ver görək. aydır. Bütün bizi şoka saldın. O təpişlər nə idi? O bir səhv idi. O atası örgətdiyinə O görə. səhv idi, ondan əvvəl Yox. nə idi? Atasına kömək elədi. səhv Nuray olsa mənim belə, əlimdən sən almaq. inan Qəfildən bizim o baş burada verdi. hamımız dəhşətə gəldik. Kübra xanım, mən gördünüz Nicat mənimlə necə görüşdü. Nicat çox Çox istəyirsən. dəcəldir. Çox Mən orada dəcəldir, fikir məni verdim. də çox Hətta istəyir. qız atasından getmək istəmirdi. Bunlar ayrı cür var. Mən gördüm ki, qız sənin arxana girir. Qız mənim arxamda gizlənir. Hə. Əlzadə onu güclə belə tutdu, dartdı, apardı. Onu Qıraqdan da xahiş edirəm. çəkirlər. Lap Bundan da- sonra hə, diqqətli ol. qıraqdan da, bəli. Ümumiyyətlə uşaqlara əl qaldırmaq, əziz valideynlər, əziz nənələr. Düzgün deyil. Yox, onu mən də Özü də başa Allah düşürəm. haqqı. Mən özüm Özüm də uşaqları çox istəyirəm. Mən özləri də Zavra bilir. etiraf Zahir edirəm. müəllim. Mən özüm uşaqlarımı döymüşəm. Amma inan Şiddətə qarşı. nəvələrimə o qədər yalvarıram ki. Şiddətə qarşı. Körpə. Yox, qız getmək istəmir Xeyr. oradan. Xeyr, xeyr, elə bir Mən şey deyil. Yox, əlim- yox. Qız arxamda gizlənir. Mikrofona. Onu Mehriban, orada qız arxasına Sən bir dənə gizlənir. diqqətlə, mən Oğlan, meşəmə xeyr. diqqətlə Oğlana izləmişəm. bax, oğlan oğlan qızı da atasına arxasında. kömək eləyir ki, Nurayı əlimizdən alsın. Ay bacı, mən görməmişəm. Nuray Sən Uşaq- elə uşaqlar sərəf bilmək elə istəmir. nənə. Xeyr. Döymək qaydası var da. Bax, bir dəfə də Uzaqbaşı bir dodağı dənə qolundan partlayıb, vur da. atası Elə bil ki, şəklini düşmən çək. döyür Şiddətə səni. qarşı. Niyə vurmalıdır? Fikrimi deyim. Niyə görə? Düşmən Niyə döyürsən. görə? Dünyaya O gətirdilər. uşağın məni vurmağına görə mənim bu cibdə Yenə boynum də nəvənə quruyubdur. fikir verdim. Gəldi, girdi bu studiyaya, mən şok yaşadım. Necə sarıldı boynunu, öpdü səni. Həmin o döydüyün nəvə. Onu Allah Mən bilir şok ki, yaşadım. Nənə də nəvəni ilə çox istəyir, nəvə də nənəni. Zaur, O ata uşaq- öyrətməsə ki, Nənə nənəyə bəyəm- cavab Ay xanım, qaytar. Bir saniyə, bir saniyə. Mervan xanım eşidək, bir saniyə. Uşaq Mervan, sakit buyur. uşaq. Zar, bayaq nənə Ata deyir ki, öyrətməsə. Kübra xanımla danışanda, uşaq xəstədir. Özü də etiraf edir ki, uşaq xəstədir. Mən uşaq xəstə olan uşağa
əl qaldıraramı? Uşağı yox. Daha da onun psixologiyasını pozarammı Azal? Elə vurula biraz da daha da artır. Bən indi doktorumuz da buradadır. Ən azından o uşaq vurula daha da psixologiyası pozulur. Daha da pis olur. Ana özü üçün gedir 40 gün hardasa qalır. Sonra qayıdır. Sonra ata ilə vursunlar. Bəs atanın elədikləri. Uşağa baxa bilmirsən, ver ataya. Ata sən baxa Ata hansı müalicələri eləyib bu müddət ərzində? Bir yenə problem olanda mən artıq mən uşaqları mən istəmirəm. Əgər bir uşağa işgəncə Ata verirlərsə, hansı müalicələr eləyib, hansı köməkliklər eləyib belə valideynlərdən göstərsin. valideyn olmaz. Buyur. Olmaz. Hansı köməkliklər Ana eləmişsən, deyir ki, göstər. ata hansı müalicələri eləyib? Bu uşaq Nicat doğulandan bu tərəfə beyin təzyiqli oldu və 2-3 dəfə əlindən düşərək biraz başının tərpənməsi, belə deyim də indi mən bildiyim formasında. Sonradan sizin dünənləri doktorumuza təqdim ananın əlindən. Sonradan doktorunuz dünən təqdim elədikləri, sizə təqdim elədiyi baş beyin ki, onları mən aparmışam. Nuranə xanım, siz deyə bilərsinizmi dünənləri doktorumuza verdiniz? Neçə dəfə düşüb əlinə? 2 dəfə. Doktorumuza dünən sənədləri verdiniz. Hansı klinikada siz eləmişdiniz? Bax, Zahir müəllim dediyi kimi, mənlə bərabər mən aparmışam onu. Siz aparmışsınız. İkinci tərəfdən nevrologiya, bax, Abşeron poliklinikasına mən aparmışam. İl yarım orada müalicə olmuşam. Ancaq pulunu biz ödəmişik, sən yox. Sığorta ilə olub. Mikrofona. Ancaq pulunu biz ödəmişik, sən yox. Sənlə bir yerdə getmişik. Ancaq İkinci əlini cebinə tərəfdən. bir dəfə atmamısan ki, uşağına Verdiyinizin çeki məndədir. Bax, onu təqdim edin. Ya adamın imkanı çatmırsa, pulu yoxdursa, neynəməlidir? Yəni, ata kimi atadır da. Nə də öldürmək lazımdır ki, buraxam. İstəyirsən, Bu da düzgün yanaşma deyil. Bəs niyə deyir ev alıram? Pulu var. Var da eləyib də. Bəs bir pulum var. Zahir müəllim, bir dəqiqə olar. Bəli. Bu adamın imkanı var. Uşağı yoxlatdıranda uşaq düz dayanmırdı. Ona görə atasını çağırdılar, düz dayansın o. Ona qalan müalicələrin hər şeyi özümüz eləmişik. Bircə onun düz dayanıb, onun şəklini də tomoqrafiyadır, nədir, çəkməyinə görə uşaq dayanmırdı. Ona görə zənglələr atasını çağırdı, yanında dursun ki, uşaq... O Sumqayıtdaydı. O Sumqayıtdaydı. Elmi Təhqiqat İnstitutuna apardıq, Elnur müəllimin yanına. Bəli, onda mən getməmişəm. Sonra Getmədi. xanımın yanına aparırlar. İlk öncə mən aparmışam. Nə qədər? Ödənişindən danışmıram. Ödənişini də özüm. Ödənişini də özümüz eləmişik. Sonra mənə dedilər ki, Zahir müəllim, 250 manatdan başqa pul verməyibdi. Siz ailəvi olaraq düzəlməsə, sizin probleminiz həll olunmasa, bax ana ilə bir yerdə oturmuşuq, bir stolda, dedilər ki, düzəlməsə, sizin bu problem nə qədər adi televizora icazə vermirdilər. Aliment verib. Zahir müəllim, onu demək istəyirəm. 10 gündən əvvəl əməliyyat olunub uşaq. Məndən xəbərsiz aparırlar əməliyyat Mehriban eləmək. xanım. Həkim onu sala bilmir. Xahiş edirəm məni dinləyəsiniz də. Həkim sala bilmir əməliyyat otağına. Telefon nömrəsini deyir, cərrah mənə zəng eləyir. Səhər saat 9-da cərrah mənə zəng eləyir. Gedirəm, mən uşağı tutub sağıram içəri, narkoz verirlər, mənim iştirakımdan olur. Və yenə də dərmanlarını alıram. Təbii ki, sığorta tipli məktəbidir. Hamısını eləmişik. İkinci tərəfindən də hər bir şeyi mən eləmişəm. Nəyi danışır? Mən Nuranə xanımdan onu soruşmaq istəyirəm. Nuranə xanım, dünən təqdim elədiyiniz o 5000 manatlıq gətirin bir şeyi çıxardım. Mən sizə təqdim eləyəcəm ki, onun hər bir şeyinin çeki məndə olub. Mən aparmışam. Bax, birinci Abşeron klinikasına. Üzr istəyirəm, Abşeron klinikasına. Təbii sığorta ilandı. İkinci tərəfdən Abşeron klinikasından təyinat almışıq. Nevroloji xəstəxanaya. Hörmətli... Ay qardaş, aparmalıydın da. Ataları dövdü. Niyə burada maddiyyatdan söhbət edir ki? Evlənə bilirsən. 2 uşaq dünyaya gələ bilir səndən. Mənim borcumdur. Elə də deyirsən ki, aparmışam. Ayın 7-si. Niyə apara, niyə alimenti verə? Niyə alimenti vermir? Onlar bir söz deyim. Əlizadə, bir saniyə imkan verək. Buyur. Bu ayın, mart ayının 7-sində Nicatın anginasından əməliyyat elətdirmişik. Burun boğazından. Atasına uzadıb Medsestra dərmanı, 30 manatlıq dərman al. Gəlib mənə deyir ki, al dərmanı, mənə niyə göndərmişsiniz? Yəni, mən getmişəm, almışam dərmanı. Onun pulunu mənə verərsən, qaytarıb özümə verərsən. Kim deyib onun pulunu sənə verərsən? Kim istəyib ondan? Oradaydınız Kübra xanım. Oradaydınız, orada deyildiniz ki. Mikrofona Kübra xanım. Mən Vermişəm ora. bir sənə danışam, oğlum. Uşağım əməliyyat. Sən ayrıldığın qadının evinə qapını açmayanda hasardan girməli deyilsən. Bildinmi? O uşaq... Ayrıldığın qadına yaxın getməməlisən. Sən ailə qurduğun kimi o da ailə qura bilər. Tamamilə doğrudur. Sən Tamamilə. Mən bunu qəbul Qardaş, sən edirəm. onu bir sən necə eləyə bilərdin? Bax, burada Kübra xanımla
burada Kübra xanımdan razıyam. Bəli, mən də razıyam. Sən 4 ilin Mən də razıyam. pensiyası Soruşun niyə verməlisən o girmirsən? qadına. Soruşun Qulaq as. Allah uzaq eləsin. Orada bir şey baş verərdi. Deyərdilər ki, Əslində hər gün evə Əlizadə gəzdirsən. eləyibdi. Orada bir nəsə bir narahatlıq olardı, deyəcəklər Əlizadə eləyibdi. Sən ora hüquq mühafizə orqanları ilə gedə bilərdin. Sən ora gedə bilərdin icraçı ilə. İcraçı getməli idi. Sən özün kimdən? Bura gəlsin soruşdum da. Zahir müəllim. Mən bir Zahir Zahir müəllim müəllim. üzr istəyirəm. Zahir müəllim. Zahir müəllim bir dəqiqə Valla olar. inanın mənə ki biz Kübra xanımla eyni fikirdəyik. Nə? Zahir Kəsin müəllim. fikri ilə mən öz fikrimi deyirəm. Boş yerə Mən düşmə. öz fikrimi deyirəm. Uşağım xəstədirsə, vay boğazı ağrıyır, vay qulağı ağrıyır, nə başı ağrıyır. Mütləq ki əri aparmalısan. Xeyr, Öz qarnından çıxıb evladım. Özümüz Özüm aparırıq. gedib Heç vaxt apararam da. aparmayıblar, mən aparmışam. Özümüz Heç vaxt özləri aparırıq. aparmayıb. Ata uşağı örgədir ki, mənə zəng elə. Hardan olsa mənə zəng qalanlar elə. Zahir bəy. Elektroşokla ayılmış. Reklamlardan həmən sonra.